Salam, hər vaxtınız xeyir, əziz izləyicilər. Hamıya aydındır ki, məlumdur ki, artıq 5 ildən çoxdur ki, Azərbaycan Respublikasının Azərbaycanın quru sərhədləri bağlanıb. O da bildiyiniz kimi Covid ilə bağlı idi. 5 il bundan qabaq Covid bitdi. Bütün dünya Covid ilə bağlı məhdudiyyətləri aradan qaldırdı. Tək bircə Azərbaycan qaldı. Və ola bilsin ki, bu məhdudlaşdırma Azərbaycan dövlətinin xoşuna gəldi və onun üçün sanki göydən düşmə idi insan azadlıqlarının məhdudlaşdırılması, olur da belə hallar. Azərbaycan da ondan əl çəkmək istəmir və müxtəlif bəhanələrlə deputatlar da işə qoşulmaqla Azərbaycan hakimiyyəti bu Covidu saxlayır. Yəni o mənada saxlayır ki, ölkədə Covid yoxdur. Sərhədlərdən, quru sərhədlərdən keçməyi dayandırıb qeyri-məhdud bir müddətə. Bu Covid məsələsi nə əlaqədar? Yəni sərhədlərin bağlanmasını Azərbaycan hakimiyyəti belə bir biclik işlədir ki, mən əvvəl də demişəm ki, yəni quru sərhədlərin bağlaması təkcə Azərbaycan hakimiyyətinin səlahiyyətində deyil. Bu quru sərhədlər bizimlə həmsərhəd olan ölkələrin də marağına uyğundur. Yəni onlar bizim sərhədlərlə bağlı, yəni bizə qonşu olan dövlətlər bizlə müqavilə bağlayıblar 91-ci ildə və onlar da bizim kimi bizim sərhədlərimizdən, eyni sərhədlərdən istifadə edirlər və bu müqavilə var aramızda. Bu yəni təkcə Azərbaycanın işi deyil. 5 ildən çox sərhədlərin qurulması, quru sərhədlərin qalması, belə bağlanması artıq bizimlə qonşu olan ölkələri də narahat eləməyə başlayır. Lakin Azərbaycan hökuməti öz hikəliyində qalır və bu işi tapşırıb Əli Əsədova. Əli Əsədov hər 3 aydan bir belə bir qərar çıxardır ki, ölkədə karantin rejiminin müddəti artırılsın. Əziz izləyicilər, gəlin ölkədə karantin rejimi nədir və Əli Əsədovun belə bir rejim tətbiq etməsinin sərhədə dəxli var, yoxsa yoxdur? Bax da biraz aydınlaşdırma gətirim. Çünki bununla bağlı heç kim hüquqi cəhətdən bir izah vermir. Yəni bizim Milli Məclisdə oturublar hüquqşünaslar, bizim vəkillər kolleqiyasının o pullu hüquqi xidmət göstərən vəkilləri, insanlarla, əhali ilə, xalqla maraqlanmayan təbəqəsi, ümumiyyətlə baxda sizə deməyəcəklər, desələr də yarımçıq deyəcəklər, qorxa-qorxa deyəcəklər ki, vəzifələrini itirməsinlər. Mənim vəzifəm yoxdur, mən pensiyaçıyam, ona görə xalqa həqiqəti deməliyəm. Əli Əsədov ölkədə karantin rejiminin müddətini uzadır. Deyin görüm, Əli Əsədov kimdir? Əlbəttə, Nazirlər Kabinetinin sədridir. Nazirlər Kabinetinin sədri kimdir? İcra orqanıdır, prezidentə tabi olan orqandır. Əli Əsədovun ümumiyyətlə, hələ sərhədi demirəm, bütün Azərbaycan arasında karantin rejimini uzadıb və ya tətbiq edə bilərmi? Əziz izləyicilər, bizdə var qanun, bir də var qanunsuz. Lori dildə desəm sizə, bu qanun müəyyən təbəqəli qrupa aid ola bilər, bütün vətəndaşlara aid ola bilər. Amma qanunsuz isə nəinki vətəndaşlara, bütün əhaliyə aid ola bilər, tətbiq olunur qanunlar. Eyni zamanda qanun qanunsuz isə prezidentə, Milli Məclisə aid olan normalar var konstitusiyada. Yəni konstitusiya özü əsas qanun olaraq konstitusiyanın müddəalarından biri prezidentin səlahiyyəti barəsində olan müddəalarda 109-cu maddə, bir də Milli Məclis barəsində olan müddəalarda 94-95-ci maddələr. Bax, əsas qanunla konstitusiya həm ölkədə prezidentin səlahiyyətini müəyyən edir, həm də Milli Məclisin, həm də Nazirlər Kabineti səlahiyyətini müəyyən edir. Bu əsas qanunda bu şəxslərin, bu dövlətin,
bu figurlarının, bu qollarının səlahiyyətini müəyyənləşdirir. Amma qanunlar ola bilər ki, prezidentə aid edilməsin, Milli Məclisə aid edilməsin, qanun və əsasnamalar. Amma əsas qanunumuz olan bu konstitusiyada prezidentə, Milli Məclisə aid olan normalar var. Nəyə görə Milli Məclis və prezidentin adını çəkdim? Çünki elə qanunlar var ki, o qanunlar, yəni elə normalar var ki, onu ancaq prezident tətbiq edə bilər. Və Milli Məclis tətbiq edə bilər. Qanun yox, norma. Məsələn, ölkədə fövqəladə vəziyyətin elan olunması və ölkədə hərbi vəziyyətin elan olunması. Bu səlahiyyət verilir Milli Məclisə və prezidentə. Yəni, bütün ölkəmizdə, bütün ölkədə və yaxud ölkənin bir hissəsində fövqəladə vəziyyətin elan olunması və yaxud ölkədə hərbi vəziyyətin elan olunması funksiyası verilib Milli Məclisə və prezidentə. Ölkədə hərbi vəziyyətin və fövqəladə vəziyyətin elan olunması bu o deməkdir ki, bütün ölkə əhalisinin fəaliyyətini məhdudlaşdırmaqdır bu. Yəni, fövqəladə vəziyyət olanda müəyyən dövrdən sonra küçəyə çıxmaq olmur. Ölkədə hərbi vəziyyət olanda müəyyən yerlərdə məhdudiyyətlər olur. Ölkədə bütün ölkənin daxilində ola bilər. Yəni, bu məhdudiyyət bütün xalqa, bütün ölkəyə, dövlətə aid olur. Dövlətin xalqına, vətəndaşlarına, əhalisinə. Bunu da dövlətin, xalqın seçdiyi prezident və Milli Məclisə aiddir bu səlahiyyətin verilməsi. O da bu konstitusiyada bayaq dedim ki, nəzərdə tutulur. Mən bunu nəyə görə dedim ki, siz anlayasınız ki, Nazirlər Kabinetində baş nazir karantin rejimini tətbiq edə bilər yoxsa yox. Karantin rejimini uzada bilər yoxsa yox. Karantin rejimi də fövqəladə və hərbi vəziyyət kimi bir bir aktdır. Karantinin elan olunması. Yəni, Əli Əsədov qərarında yazır ki, bütün Azərbaycan ərazisində karantin rejimi elan edilsin və uzadılsın. Lap elan edilməsin, elan edilib artıq. Bilinmir hələ onu kim elan edib. Uzadılsın. Yəqin karantin rejimini 55 ildir ki, Nazirlər Kabinetinin sədri bizim dildə desə baş nazir elan edib və onu da hər 3 aydan bir artırır. Onun belə bir səlahiyyəti varmı? Gəl araşdıraq. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 8-ci bəndində ölkədə karantin və fövqəladə vəziyyətin elan olunması məsələsinə Milli Məclis baxır. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə əsasən prezident ölkədə fövqəladə vəziyyət və hərbi vəziyyətin elan olunması barəsində tətbiq edilməsinə səlahiyyəti var. Deməli, bu mexanizm necədir? Prezident elan edir, fövqəladə və yaxud hərbi vəziyyəti, Milli Məclis onu təsdiq edir, ratifikasiya edir. Yəni, bu dövlətin iki qolu bu fəaliyyəti edə bilər. Bu, onların müstəsna səlahiyyətidir. Çünki bu, bütün dövlətin, bütün əhalinin, bütün ölkənin mənafeyinə edilir. Eləcə də karantin, bütün dövlətin, bütün xalqın, bütün əhalinin, vətəndaşların mənafeyinə toxunduğu üçün bu karantini də prezident və Milli Məclis həyata keçirməlidir. Bu karantini. Əslində karantin, Covid-lə bağlı karantin, bütün ölkədə karantin keçirilmir, həyata keçirilmir. Karantin başqadır. Əgər bütün ölkədə Covid varsa, xəstəlik varsa, bu artıq fövqəladə bir vəziyyətdir. Bu fövqəladə vəziyyətdir. Bu karantin deyil. Bu fövqəladə vəziyyətdir. Belə olan halda prezident və Milli Məclis hərəkətə başlamalı və ölkədə fövqəladə vəziyyət elan etməlidir. Çünki 5 il ərzində heç bir ölkədə belə xəstəlik qala bilməz.
Bu artıq millət əldən gedir, xalq əldən gedir, dövlət əldən gedir deməkdir. Bunun üçün ölkə prezidenti və Milli Məclisi ölkədə fövqəladə vəziyyət elan olmalı və bütün dünyanı ayağa qaldırmalıdır ki, Azərbaycan əldən gedir. Azərbaycan xəstəlik içində batır. BMT, təşkilatlar, UNESCO, USESCO, beynəlxalq səhiyyə hamı Azərbaycanla məşğul olmalıdır. Əgər həqiqətən də 5 ildir karantin ölkədən getmək istəmir. Ölkənin də sayı azalmalıdır. Ölənlərin də sayı çoxalmalıdır. Bu fakt yoxdur. Və Nazirlər Kabinetinin sədri Əli Əsədov dili necə gəlir, qələmi necə gəlir ki, yazsın ki, bütün ölkədə karantin elan eləyirəm. Hələ sərhədi qoyuram bir qırağa. Deməli, Əli Əsədov öz vəzifə səlahiyyətini aşır. Çünki Konstitusiyamızın Nazirlər Kabineti haqqında qərarı var, maddeləri var. Orada Nazirlər Kabinetinə belə səlahiyyət verilmir. Nazirlər Kabineti təsərrüat işlərinə əlaqədar normalar, aktlar verir. Nazirlərə başçılıq edir və s. və s. Və qanunları icra edir. Qanunları icra edir və s. və s. İndi Nazirlər Kabinetinin sədri, baş nazir Əli Əsədov hər 3 aydan bir, yenə də indi aprelin 1-nə kimi, ölkədə karantin rejim elan etməsi qanunsuzdur. Vəzifə həddinin aşmasıdır. Bəli, bu prezidentin və Milli Məclisin səlahiyyətidir. İndi Nazirlər Kabinetinin sədri Əli Əsədovu kim cəzalandırmalıdır və hərəkətə görə? Mən o haqda demişəm. Bunu Milli Məclis çağırıb ona etimadsızlığı göstərməlidir və prezidentə təqdimat göstərməlidirlər ki, Nazirlər Kabinetinin sədri Əli Əsədov prezidentə və Milli Məclisə aid olan səlahiyyəti icra edir. Bu bir. İndi yaxşı, Əli Əsədov gördü ki, ölkədə qanunsuzluq hökm sürür, ölkədə dövlətçilik zəifdir, dövlətçilik adət ənənələri yoxdur Azərbaycanda, həqiqətən də xaosdur. Əli Əsədov belə bir karantin verib, lap əla. Yaxşı, bu karantinin, ölkənin daxilində olan karantinin dövlət sərhədinə nə dəxli var? O karantin haqqında qərarda, sərhədlər haqqında nəsə var? Yoxdur. Orada nələr var? Mənasız sərəncamlara, Əbülfəz Elçibəyin dövründə olan nəsə normalara əsaslanır. Əli Əsədov bilmir nə əsaslansın. Ölkədə karantin elan edir və ehtimal olunur ki, bu sərhədlərə də aiddir. Əgər ölkə daxilində karantin bağlanıbsa, tətbiq olunubsa, Əli Əsədov tərəfindən qanunsuz, deməli, elə sərhəd də bağlı qalmalıdır. Xeyr. Sərhədin ölkə daxilindəki karantinə, qeyri-adi karantinə aidiyyəti yoxdur. Sərhəd rejimi var. Sərhəd rejimini də müəyyən edir həmən bu Milli Məclis. Milli Məclisin deputatları, Milli Məclis buna sərəncamı nəzarət edir sərhəd rejiminə. Sərhədlə bağlı karantin elan olunması anlayışı yoxdur. Sərhəddə epidemiya halları olanda sərhəd Azərbaycan Respublikası Dövlət Sərhədləri haqqında qanunun 19-cu maddəsində normalar var. O normalar tətbiq olunur. Sərhədin öz rejimi var və o sərhəd təkcə bizim deyil, xarici ölkələrin hansı ki bizlə müqavilə münasibətindədirlər. Rejimi var. Bu rejim müəyyən olunub. Dövlətlərarası müqaviləmiz var. Artıq İran oradan qışqırır ki, sərhədləri açın, yəni müqaviləni əməl eləyin. Azərbaycan bunu eləmir. Əli Əsədov verib qabağa. Amma bizim özümüzün sərhəd rejimi haqqında qanunumuz var. Dövlət sərhədləri haqqında qanunun 19-cu maddəsində sərhədlər quru sərhədi bağlana bilər. Müddətli, müəyyən müddətə bağlana bilər müvəqqəti. O da hansı hallarda olur? Xaricdən Azərbaycana tərkibində xəstəlik olan, infeksiya xəstəlikləri, nə bilim, keçici xəstəliklərə olan malların, malqaranın, taxılların, ərzaqların, insanların keçirməsinin qarşısını almaq üçün sərhəd xidməti müvəqqəti olaraq sərhədi bağlayır. Əlbəttə rəy alır. Səhiyyə Nazirliyindən, nə bilim, təbibdən və s. Orada sanitar həkimlər var, qrupa var, laboratoriya var. Elə ki, görür ki, bu hallar kütləvi şəkildə Azərbaycana daxil olma halları var, sərhədi 3 aya qədər bağlaya bilər. Sərhədin öz rejimi var. Bu qanuna əsasən 19-cu maddə açın, oxuyun. Dövlət sərhədləri haqqında qanun.
19-cu maddə. Əli Əsədov isə qanunsuz olaraq bütün ölkənin əhalisinin fəaliyyətini məhdudlaşdırıb, karantin elan edib, formal. Və ehtimal olunur ki, sərhədlə bağlanmalıdır. Xeyr, bunlar bambaşqa anlayışlardır. Əli Əsədovun karantin elan olunmasının formal olduğu insanlara aiddir. Çünki əgər bütün ölkədə bayaq deyirəm, karantin elan edilirsə, indi Əli Əsədov elib bunu, kimsə elibsə bu artıq fövqəladə bir vəziyyətdir. Ola bilməz ki, 6-cı ilə qədər, 6-cı ilə keçirik. Ölkədə karantindir, ölkədə Covid ölkədən çıxmaq istəmir, insanlar tələf olur, həlak olur, ölürlər, idarələr dayanıb, və s. Ölkə əldən gedir. Belə hal yoxdur axı. Belə hal olsaydı, təbii ki, prezident fövqəladə vəziyyət elan eləyərdi. Milli Məclis fövqəladə vəziyyət elan eləyərdi. Bayaq dediyim kimi. Ona görə mən deyirəm, düz Azərbaycanda dövlətçilik adət-ənənələri bilə-bilə pozulur Əli Əsədov tərəfindən, bilə-bilə. Bu konstitusiya əsasən. Açın bu konstitusiyanı oxuyun. Bu konstitusiyada hər bir vəzifəli şəxsin, əsas vəzifəli şəxslərin funksiyaları var. Burada yazılıb. Və bu Əli Əsədovə imkan vermir ki, o ümumiyyətlə karantin elan eləsin. Karantin elan eləmək olar. Epidemiya ilə bağlı. O da ölkənin müəyyən bir rayonunda, tutaq ki, Sərhədlər rayonunda, məsələn, Biləsuvarda, hardasa bir Gədəbəydə, hardasa xəstəlik tapılıb, müəyyən bir xəstəlik və o xəstəlik rayon arasında yayılmağa başlayır, rayonu əhatəyə alırlar, orada karantin elan edirlər rayonda və yaxud 2 rayonda. Bəli, Əli Əsədov bunu elə bilər, amma bütün ölkədə karantin elan eləsin. O, Əli Əsədov işi deyil. Bütün ölkədə karantin olmur, fövqəladə vəziyyət olur. Bu artıq prezidentin və Milli Məclisin səlahiyyətidir. Mən sizə bayaq dedim, vaxtınızı almayayım deyə. Sərhəd rejiminin ölkə daxili karantinə epidemiya aid deyil. Sərhəd ancaq xaricdən gələ bilən xəstəliklə əlaqədardır. Sərhəd buradan oraya gedənlər üçün deyil. Epidemiya, bayaq dedim 19-cu maddə bir tərəfli olur. Yəni xarici ölkəni müdafiə eləmək üçün yalnız xaricdən gələn bəla və xəstəlik sərhəddə saxlanılır. Bu sərhəd rejimi deməkdir. Bunun üçün qanun norma var. Ölkə daxilində insanların xaricə getməsinə mane olmaq karantin adından. Bu sərhəd rejimi deyil. Bu sərhədlə bağlı qanunla tənzimlənmir. Bu qeyri-adi bir qanunsuz bir qərardır ki, bunu da məhz hökumətin başçısı verib. İndi ona görə deyirəm, Milli Məclis bu işdə susur, qəsdən belə-belə susur, qorxur çünki hardansa qanunsuz göstərişlər gəlir. Buna görə deyirəm, dövlətçilik bizdə pis vəziyyətdədir, dövlətçilik adət-ənənələri çox pis gündədir, dövlətin özünün idarəçiliyində qanunçuluğu pozub dövlətçiliyi möhkəmləndirmək qanunsuzdur, qanun adından qanunsuzluq eləmək qanunsuzluqdur və bu da nəticədə gətirir bizim xalqın və dövlətin zəifləməsinə gətirib çıxardır. Sağ olun, salamat qalın.